Allah olmayanlara qismət etsin. Onların da kənarda, lap şəhərin mərkəzində, paytaxtın mərkəzində evləri olsun. Elə əyalətdə də, rayonda da, niyə də olmasın, villalar olsun. Mən arzulayım. Kimin evi yoxdur, ev olsun. Şəbnəm Tovuzunla bağlı yenə də maraqlı bir açıqlama gəlib. Başlıq qoyublar ki, hazırda 2 mülkündə 20 usta işləyir. 2 mülkündə 20 usta işləməlidir. Nə qədər? Çox deyil məncə 2 mülkdə. 2 ev tikilir də yəqin də. Yenə də deyirəm, kim harda istəyir, arzulayırsa, orada da onun evi, mənzili olsun. Şəbnəm Tovuzlu da çoxdandır, illərdir, o da bu sənətdədir, haqqı var. Haqqı var. Ona çatan haqqı, yəni səsi ilə qazanıb, toylar, bütün günü uzaq yerlərdə, Rusiyada, nə bilim, digər ölkələrdə, elə Türkiyədə çox görmüşük, izləmişik, gedir konsertləri olur. Özü demiş ki, uzun yollar gedir, təyyarənlə, qatarla, avtomobillə, bunun üçün də insanda gərək səbir olsun. Bəli, verilişdə, qonaqçıl verilişində açıqlama olub. Bunun da Milli.az xəbər verir ki, o hal-hazırda həm bağ evində, həm də mənzilində təmir işləri getdiyini bildirib. Həm mənzilində, həm də bağ evində. Yay gələndə insanlar qışdan hazırlıq görürük də, hara sınıb, hara əyilib, harada problemi var mənzilimizdə. Çalışırıq ki, onu təmir edək, növbəti qışa qədər belə hazır olsun da. Sənətçi, yəni Şəbnəm Tovuzova hər iki mülkündə eyni anda 15-20 ustanın çalışdığını bildirib və ilk mənzilinin təmirinin yaxın zamanda başa çatacağını ümid etdiyini bildirib. İnşallah, yəqin bağ evidir, onu nəzərdə tutub, inşallah sağ-salamat köçəsiz, o evdə yaşayasınız. Şəbnəm xanım, məndən Sarı Səfradan bu qədər.